Mən Eyüp Fətəliyev 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Hal-hazırda Azərsel Telekomda bölüm rəhbəri vəzifəsində çalışıram. Eyni zamanda da Vəkillər Kollegiyasının üzvüyəm. Vəkil kimi də fəaliyyət göstərirəm. Yüksəliş müsabiqəsi barədə sosial şəbəkələrdə məlumat almışam. Daha sonra yüksəliş saytında ətraflı maraqlanaraq görmüşəm ki, qaliblərin sırasında tanıdıqlarım şəxslər də var. Bu səbəbdən müsabiqəyə qatılmağa, özümü sınamağa və yeni əlaqələr qurmağa qərarı almışam. Müsabiqə zamanı qazandığınız bacarıqlar gündəlik işdə və şəxsi həyatda işinizə yarayırmı? Bəli, əldə etdiyim bacarıqlar, soft skilllər, insanlarla ünsiyyət mənə həm gündəlik fəaliyyətimdə, həm peşəmdə, həm də inkişafımda çox böyük dəstək olub. Çünki müsabiqə zamanı stresli vəziyyətdə tanımadığım bir çox insanla ünsiyyət qurmaq, onları hər hansı bir fikrə gətirmək özü vacib bir bacarıqdır. Qalib gələndən sonra iş həyatınızda dəyişən ən önəmli şey nə oldu? Ən önəmli dəyişən o idi ki, bir çox yeni şəxslərlə tanış olmuşam. Həmin şəxslərlə fərqli layihələrə cəlb olunmuşam. Bu isə mənim peşəkar kimi inkişafıma çox böyük təkan verdi. Sizcə nəyi bacarmadan yüksəlişdə qalib gəlmək mümkün deyil? Yüksəlişdə qalib gəlmək üçün ən vacibi çevik qərar qəbul etmək və insanlarla düzgün ünsiyyət qurmaqdır. Əgər bu kompetensiyalar sizdə zəifdirsə, onları inkişaf edib daha sonra müsabiqədə iştirak etməyə tövsiyə edərdim.